Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 89-90-da yerləşən məsələ və misalları izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 6-cı sinif riyaziyyat dərsliyinin izahlarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təklifləriniz də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi isə keçək dərsin izahına, daha doğrusu misalların izahına. Birinci sualımızda hər məlumata uyğun ədədi müsbət yaxud mənfi işarə ilə yazın. İndi gəlin başlayaq yazmağa. A bəndində dəniz səviyyəsindən 100 metr aşağı. Aşağını, dərinliyi biz mənfi ilə işarə eləyirdik. Olacaq mənfi 100. B bəndində hesabat 400 manat əlavə etmək, yəni üstünə gəlmək. 400 manat əlavə ediriksə, bu müsbət 400-dür. Bunu eləcənə 400-də yaza bilərsiniz. O müsbət işarəsini yazmasanız da olar. C bəndində giriş məntəqəsindən 2 mərtəbə yuxarı. 2 mərtəbə yuxarı müsbət 2 deməkdir. Sonra keçdik D variantına. Oyunda 5 xal uduzmaq. Uduzmaq, yəni aşağı düşmək deməkdir. Mənfi ilə götürəcəyik. Mənfi 5. Bu birinci çalışmanın izahı idi. Çox asan idi. Bunu yəqin ki, özünüzdə həll edə bilərsiniz. İndi keçək ikinci çalışmanın izahına. Sual belədir. Verilən ədədlərə əsasən suallara cavab verin. Bax, burada verilən ədədlərə əsasən sualları cavablandırırıq. A bəndində ən böyük mənfi ədəd hansıdır? Mənfi ədədlərdən ən böyüyü sıfıra ən yaxın yerləşənidir. Yəni, mənfi 1-dir. Hazırda olan ədədlərin içərisində ən böyüyü mənfi 1-dir. Bir daha təkrar edirəm. 2 dənə mənfi ədədi müqayisə edəndə baxırıq, görürük ki, onlardan hansı daha sağda yerləşir, sıfıra daha yaxın yerləşirsə, o böyük qəbul olunur. Və yaxud 2 ədədin modulunu müqayisə edirsiniz. Mənfi ədədlərdə modulu kiçik olan böyük qəbul olunur. Çünki o sıfıra daha yaxındır. Sonra ən kiçik ədəd hansıdır? Burada ən kiçik ədəd deyildiyinə görə biz mənfilərə baxmalıyıq. Mənfilərin içərisində sıfırdan ən uzaqda yerləşəcək mənfi 18. Çox uzaqdadır sıfırdan. Mənfi 18. Ən böyük ədəd ilə ən kiçik ədədin fərqi neçəyə bərabərdir? Öncə ən böyük ədədə baxırıq. Ədədlərin içərisində ən böyük dediyinə görə biz müsbətlərdən axtarmalıyıq. Çünki burada mənfilər var, 0 var, bir də müsbətlər var. Hazırda müsbət ədəd ən böyük ədəd olacaq 21. Ən kiçik ədədə baxaq indi. Ən kiçik ədəd. Ən kiçik ədəd də bayaq dedik ki, mənfi 18-dir. İndi bizdən bunların fərqini soruşur. Fərqi neçəyə bərabərdir? Bu nə deməkdir? 21 azalandır, olduğu kimi qalacaq. Mənfi 18 çıxılandır. Çıxılanın əksini azalanın üzərinə gəlirik. Bizə verdi 39. Sonra D variantına baxaq. Ən böyük mənfi, ən kiçik müsbət ədəd. Baxın, altından xətt çəkirəm. Ən böyük mənfi. Mənfilərin içərisində ən böyük mənfi 1 idi. A bəndində qeyd etmişik. Mənfi 1. Sonra ən kiçik müsbət. Müsbətlərin içərisində də ən kiçiyi 5-dir. Ədədin cəmi neçəyə bərabərdir? Əslində, burada sıfırı nəzərə almamalıyıq. Çünki sıfırın işarəsi yoxdur uşaqlar. Nə mənfi deyil, nə müsbət deyil. Yəni, o sizi çaşdırmasın. Sıfırın işarəsi yoxdur. Ona görə ən kiçik müsbət ədəd deyəndə biz 5-i götürməliyik. Bunların da cəmini soruşur bizdən. Bir daha təkrar deyirəm. Ən böyük mənfi 1-dir. Mənfi 1. Ən kiçik müsbət də 5-dir. Çünki 2 dənə müsbət ədəd var. 21, bir də 5, onların içərisində ən kiçiyi 5-dir. Toplayanda bizə neçə verəcək? 4 verəcək. 5-dən birini çıxdım, 4. Bunları da silirəm, yazdıqlarım daha rahat görsənsin. İkinci çalışmanın izahını da yazdıq. İndi uşaqlar,
Keçək üçüncü çalışmanın izahına. Verilən ədədləri dairədəki ədədlə müqayisə edin. Buradakı ədədlərin hər birini -2 ilə müqayisə edirəm A bəndində. -2 və -4. İki dənə ədəd var. Bunların öncə modullarına baxırıq. -2-nin modulu bizə müsbət 2 verir. -4-ün modulu da müsbət 4 verir. Hansının modulu böyükdür? 4-ün, -4-ün. Deməli, -4 kiçik olacaq. Modulu böyük olan kiçik, modulu kiçik olansa böyük qəbul olunur. Və yaxud sıfıra hansı yaxındır? -2. Deməli, -2 böyükdür. Sonra -2 və 0. 0 bütün mənfilərdən böyükdür. -2 bir də 12 verilib. 12 bütün mənfilərdən böyükdür. -2 bir də -9 verilib. -2 sıfıra daha yaxındır, yoxsa -9? Təbii ki, -2. İstəsəz modullarından da müqayisə edeyim, göstərim. Modulu böyük olan kiçik qəbul olunur. Deməli, -9-un modulu daha böyükdür. Deməli, -9 kiçik ədəd olacaq. B bəndinə baxaq. -6 ilə -5-i müqayisə edirik. Hansı sıfıra daha yaxındır? -5. -5 böyükdür. -6, -7. Hansı sıfıra daha yaxındır? -6. Deməli, -6 böyükdür. -6, 0. Hansı böyükdür? 0 böyükdür. Yadınızda qalsın. 0 bütün mənfilərdən böyük, bütün müsbətlərdən isə kiçikdir. -6 ilə 12-ni müqayisə edirik. Müsbət ədədlər mənfi ədədlərdən həmişə böyükdür. -8, -1. Uşaqlar, bunlardan hansı sıfıra daha yaxındır? -1. Deməli, -1 böyükdür. -8 ilə -8 bir-birinə bərabərdir. -8 ilə 0-ı müqayisə eləsək, 0 mənfilərdən böyükdür. -8 ilə müsbət 8-i müqayisə eləsək, müsbət ədədlər mənfi ədədlərdən böyükdür. Bu da üçüncü çalışmanın izahı idi. İndi isə keçək dördüncü çalışmanın izahına. Dördüncü çalışmada sıralayın. Öncə artan sırayla olanları yazaq. A bəndinə baxırıq. -1 verilib, sonra -7 verilib, 5, bir də -10. Ən kiçiyi -10-dur, çünki o sıfırdan çox uzaqda yerləşir. Sonra -7, sonra -1. Ən böyükləri isə 5-dir, çünki o müsbətdir, digərləri mənfidir. Müsbət ədədlər mənfi ədədlərdən böyükdür. B bəndinə baxaq. -8, -2, -8, -2, sonra 2, 5, 11. 2, 5, -11 verilib. Bunlardan ən kiçiyi -11-dir uşaqlar. Dediyim kimi sıfırdan daha uzaqdadır. Sonra -8, sonra -2, sonra müsbət 2, müsbət 5. Artan sırada düzdük bunları. Keçək C bəndinə. C bəndində ədədlərin sayı biraz çoxdur. -140, -201, 200, -105, 0, bir də 110. İndi bunlardan ən kiçiyi mənfi ədədlərə baxmalıyıq. Ən kiçiyi seçmək üçün mənfi ədədlərə baxırıq. -201-dir. -201, sonra -140 olacaq. O da kiçikdir. -105 olacaq. Sıfıra yaxınlaşırıq. Mənfilər qutardı. Sonra sıfırın özü 110. Daha doğrusu nöqtə vergül qoymayaq orada. Böyük kiçik işarəsi qoyaq. 110 və ən böyüyü də 200 ədədi olacaq. İndi uşaqlar, keçək azalan sıranı yazaq. İndi azalan sırada A bəndinə baxırıq.
-9, -3, -6, 0 verilib. Hazırda bu ədədlərin içərisində ən böyüyü 0-dır. Sıfırdan sonra 0 böyükdür -3-dən, -3 də böyükdür -6-dan, -6 da böyükdür -9-dan. Azalda azalda gəldik. B bəndinə baxaq. -5 verilib, -4, -21, 28 və -32. Hazırda bu ədədlərin içərisində ən böyüyü müsbət ədəd götürüləcək, yəni 28. 28-dən sonra mənfi ədədlərin içərisində modulca ən kiçiyi böyük sayılır. Yəni -4, sonra -5, sonra -21, sonra -32 azalda azalda gəldik. Mənfi ədədlər sıfırdan uzaqlaşdıqca azala azala gedir, kiçilə kiçilə gedir. Sıfıra yaxınlaşdıqca böyüyür. Yəni orada biraz tərslik var. O şəkildə baxa bilərsiniz. İndi C bəndinə baxırıq uşaqlar. Yenə də bu ədədlərin içərisində ən böyüyü müsbətlərdən seçilməlidir. 30 ya da 28. Hansı böyükdür? 30 böyükdür. 30 28-dən böyükdür. 28 də -40-dan böyük olacaq. Çünki mənfilərin içərisində hazırda modula ən kiçik olan odur. Sonra -50, sonra -100, sonra -115. Verilən ədədləri bu şəkildə azalan sırada düzdük. İndi isə keçək 5-ci çalışmanın izahına. Boş xanalara uyğun 3 tam ədəd yazın. Başlayaq həll edək bunu da. -4 kiçikdir, boş bir xana verilib. İndi uşaqlar, bu boş xanaya 3 dənə tam ədəd yazmalıyıq. -4 nədən kiçik ola bilər? -3-dən kiçik ola bilər. 0-dan kiçik ola bilər. 2-dən kiçik ola bilər. -2-dən kiçik ola bilər. Nə istəsəniz yaza bilərsiniz də. Bu əsas -4-dən böyük ədəd olsun. Bu kvadratın içərisindəki. Bu birincisi. Hətta sıra nömrəsi qoyaq, qarışmasın. İndi ikincisinə baxırıq uşaqlar. Kvadratdakı ədəd kiçik bərabərdir 1-dən. 1-dən kiçik və 1-ə bərabər ədədləri götürə bilərik. 1-dən kiçik 1-ə bərabər ilə 1-in özünü götürək. Kiçik 0 götürə bilərik, -5 götürə bilərik, -3 götürə bilərik və s. Sadəcə 3 nümunə deyir deyə 3 dənəsində dayandıq. Sonsuz sayda ora nümunə göstərmək olar. Bu isə bilirsiniz nə deməkdir uşaqlar? Bu ədəd, bax bu boş xanadakı ədəd -6 ilə 0 arasında yerləşən ədəddir. -6-dan böyükdür, 0-dan kiçikdir. Hansı ədədlər ola bilər? -5, -4, -3, -2 və s. və s. -1, 0. Bunların hamısını yazdım. -6 ilə 0 arasında yerləşən ədədlər. Dördüncü bəndə baxaq. -1 ilə 2 arasında yerləşir. Amma 2-nin özünü də götürə bilərik, çünki burada bərabər şərti var. -1 ilə 2 arasında hansı ədədlər yerləşir? 0, 1. 2-nin də özünü götürə bilərik, çünki 2-yə bərabər şərti verilib. Beşincisinə baxaq. -2 kiçikdir. Kvadrat, o da kiçikdir 2. Yəni bu nə deməkdir uşaqlar? Boş xanadakı ədəd -2 ilə 2 arasında yerləşən ədəddir. Hansı ədədlər ola bilər? -1, 0, 1 bu arada yerləşən. Sonra 6-cı bəndə baxaq. -5 kiçik bərabərdir. Boş xanadakı ədəd, o da kiçikdir. Bərabərdir 2. Burada həm -5-i, həm -2-ni götürə bilərik. Bizim tapacağımız ədəd, daha doğrusu axtardığımız ədəd -5 ilə -2 arasında yerləşən bir ədəddir. -5-in özünü götürə bilərik, bərabərdir. -4, -3, -2-nin özünü də götürə bilərik, yenə bərabər şərti qoyulduğuna görə. Bu da 5-ci çalışmanın izahı idi. Ümid edirəm ki, başa düşdünüz. Elə də çətin bir çalışma deyildi. Keçək 6-cı çalışmanın izahına.
Ədəd oxunda qeyd olunan nöqtələrə uyğun ədədləri çərçivədəki ədədlər arasından seçin. Burada hansı ədədlər dayanırsa, çərçivədəki, buradakı ədədlərdən seçməliyik. Yaxşı, başlayaq həll etməyə. Mən indi şəkilləri təzədən çəkməyəcəm. Uşaqlar el üzərində qeyd eləyəcəm. Siz bu şəkili dəftərinizə çəkərsiniz. Ədəd oxunda qeyd olunan nöqtələr seçək indi. -6 ilə -4-ün arasında təbii ki, hansı ədəd yerləşəcək? -5 yerləşəcək. Onu da fərqli bir rənglə qeyd eləyək. Tutaq ki, qırmızı ilə qeyd eləyək. Bu nöqtə olacaq -5 nöqtəsi. -5. Sonra 0 ilə 2 arasında yerləşəcək 1. Onda bir dənə bizdə -5, bir də 1 ödəndi. -3 ilə 3 verilməmişdi. 5, bir də 1'i seçdik, yazdıq. İndi ikincisinə baxaq. -12 ilə -8'in arasında buradakı ədədlərdən ancaq -9 yerləşə bilər. Burada olacaq -9. Bu qırmızı nöqtəyə uyğun. 4 ilə 8 arasında buradakı ədədlərdən ancaq 7 yerləşə bilər. 9'u seçdik, -9'u, bir də 7'ni seçdik. -6 ilə 3'e uyğun nöqtə burada qeyd olunmamışdı. Sonra -6 ilə -12 arasında 2 dənə nöqtə verilib. Buradan 2 dənə ədəd seçməliyik. -8 də ola bilər, -10 da ola bilər. Sadəcə -8 burada olacaq. -10 da burada olacaq. Sırayla. -8'i və -10'u götürdük. Bu da 6-cı çalışmanın izahıdır. Dediyim kimi siz ədəd oxunu dəftərinizə çəkib, ədəd oxunun üzərində qeyd edərsiniz. Keçək 7-ci çalışmanın izahına. Hesablayın və müqayisə edin. A bəndindən başlayaq, həll edək. -2 üstəgələk 10. Bir də -4. Bunların cavablarını müqayisə etməliyik. -2 üstəgələk 10 bizə nə verir? 10'dan 2'sini çıxdıq 8. 8 ilə də -4'ü müqayisə eləsək, hansı böyükdür? Müsbət ədəd böyükdür. B bəndində -3 üstəgələk 11. Bir də -8. Bunları müqayisə etməliyik. -3'ün üzərinə 11 gələndə bizə müsbət 8 verir. Niyə? Çünki böyük ədəd 11'dir. 11'dən 3'ün çıxanda 8 qaldı. Biz 8 ilə -8'i müqayisə etsək, hansı böyük olacaq? Təbii ki, 8 böyük olacaq. Bunu da aşağıdan müqayisə edib yazın. Elə daha rahat görərsiniz. C bəndinə baxaq. Hətta C-ni böyük tərəfdən yazaq. -5 çıxaq -1. 5 çıxaq -1, çıxaq 8 və -3 üstəgələ 3'ü müqayisə eləməliyik. İndi uşaqlar, bu azalan 5'dir. Çıxaq -1'i hesablayanda bu müsbətə çevriləcək. Bundan kifayət qədər danışmışdıq artıq sizlə, bilirsiniz. Bərabərdir. Olur 5 üstəgələk 1. Niyə üstəgələk 1? Azalan 5'dir, çıxılan -1'dir. Azalanın üzərinə çıxılanın əksini gəlirik, 1'i. Çıxaq 8. Bu da bizə verəcək 6 çıxaq 8 -2. Modulu böyük olandan kiçik olanı çıxıb, qabağa böyük olanın işarəsini yazırıq. Sonra -3 üstəgələk 3 də bizə verəcək 0. -2 ilə 0'ı müqayisə eləyəndə 0 daha böyükdür. D bəndinə baxaq. 4 üstəgələk 6 üstəgələk -4. Bir də 5 çıxaq -1 verilib. Bunu 4 üstəgələk -4 şəklində qruplaşdırıram. Üstəgələk 6. -4 ilə 4'ün cəmi 0 verir. 0'ın üstünə 6 gələndə elə 6 eləyir. 5 çıxaq -1'i yaza bilirik. 5 üstəgələk 1 kimi. Bayaq yuxarıda izah etmişdim. Bu da 6 verir. Qiymətlər bir-birinə bərabər oldu. İndi uşaqlar, bura qədər başa düşdünüzsə, lövhəni təmizləyib E və F variantlarına baxaq.
E variantında modulda -6 üstəgələk -2. Bir də modulda -6 ayrı-ayrılıqda. Üstəgələk modulda -2. Əgər eyni modulun içərisindədirlərsə, öncə hesablayıb sonra moduldan çıxardırıq. Yox, ayrı-ayrı modullardadırlarsa, öncə moduldan çıxardıb sonra hesablayacağıq. Modulun içərisində hər ikisi mənfidir. Toplayıb qabağa mənfi yazdıq. -8. Buradan da 8 çıxdı. Amma ikinci hissədə ayrı-ayrı modullardadırlar. Buna görə ayrı-ayrı moduldan çıxardıram. Moduldan -6-dan 6 çıxır. -2-dən də 2 çıxır. Toplayanda bu da 8 elədi. Və qiymətlər bir-birinə bərabərdir. F variantına baxırıq. 0 çıxaq mötərizədən -2 üstəgələk 1 və -5 çıxaq modulda -3. Hesablayaq bunları. 0 çıxaq -2 üstəgələk 1-in cavabına baxaq. Mötərizənin içi -1 eləyir. Çünki modulu böyük olan ədəd 2-dir. 2-dən birini çıxıb 2-nin işarəsini yazırıq. Yəni -1 eləyir. Bu da 0 üstəgələk 1 bizə 1 verir. -5 çıxaq modulda -3. Öncə modulun cavabını hesablayacaq. Buna görə nə varsa olduğu kimi yazıram. -5 çıxaq. Modulda -3-dən 3 çıxır. Bu da -5 üstəgələk -3 deməkdir. Bizə verəcək -8. 1 ilə -8-i müqayisə eləsək, 1 daha böyükdür. 7-ci çalışmanı da yazdıq. İndi isə keçək 8-ci çalışmanın izahına. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın. A bəndində A-nın qiyməti -2-dir. Deməli, ifadədə A-nın yerinə -2 qoyub hesablamalıyıq. Yazıram. -2 çıxaq -4. Uşaqlar, qısa bir yol demək istəyirəm sizə. Bax, 2 dənə mənfini ardıcıl gördünüz burada. Mənfi, mənfi. -4-ün əksi deməkdir, bax bu hissə. Bax, bu hissə, uşaqlar, -4-ün əksi deməkdir. -4-ün əksi bizə nə verir? Müsbət 4 verir. Yəni, olacaq 2 üstəgələk 4. Bir daha təkrar edirəm, bir daha təkrar edirəm. 2 dənə mənfini ardıcıl gördünüz, bu müsbətə çevriləcək. -4-ün əksi müsbət 4 eləyəcək. Mənfi mənfiyə vurulanda da müsbət eləyir. Bunu daha sonra keçəcək. Hələ ki, əksi kimi yadınızda saxlayın. -4-ün əksi oldu müsbət 4. Cavab da bizə nə verdi? 4-dən 2-sini çıxanda 2. Ümid edirəm ki, bu hissədə artıq problem yaşamayacaqsınız. 2 dənə ardıcıl mənfini görən kimi onu müsbətə çevirin. Plus 4. Gördünüz? B bəndinə baxaq. B-nin qiyməti -10-dur və biz hesablamalıyıq 5 üstəgələk -B-ni. 5 üstəgələk. Öncə gəlin buradan -B-yə baxaq. -B nə deməkdir? Mənfi -10 deməkdir. B-nin özü -10-dur. Qarşısına bir dənə də mənfi yazanda olacaq -10-un əksi müsbət 10. Mənfi, mənfi. Bir-birini müsbətə çevirir uşaqlar. -10-un əksi deməkdir. Bu müsbət 10 verdi. Deməli, 5-in üzərinə nə gəlməliyik? 10 gəlməliyik. Olacaq 15. Sonra keçək C variantına. C variantında m bərabərdir 1-dir. Biz mənfi m çıxaq -6-nı hesablamalıyıq. Mənfi m mənfi 1-dir. Burada 2 dənə mənfi müsbətə çevriləcək. Olacaq plus 6. -1 üstəgələk 6. Altdan birini çıxanda bizə verdi 5. D variantına baxaq. X bərabərdir -2. 8 çıxaq -x. 8 çıxaq -x. Üstəgələk 3. İndi buradan -x-i hesablayıram uşaqlar. -x, x-in özü də mənfidir. Mənfi, -2 deməkdir. X-in yerinə -2 yazdım. Mənfi də olduğu kimi qalır.
Bu mənfi 2-nin əksi deməkdir. Mənfi 2-nin əksi bizə nə verir? Müsbət 2. Bir daha təkrar edirəm. Bax, bu hissə uşaqlar mənfi 2-nin əksi deməkdir. Mənfi 2-nin əksi. Əksi nə verir bizə? Müsbət 2 verir. Ona görə sadəcə yerinə müsbət 2 qoyduq. Hesablayaq. Bir dəqiqə bunu bu tərəfə çəkim. Aha, daha rahat gördünüz. İndi yerinə qoyuram. Bax, bu mənfi x-in yerinə, mənfi x-in yerinə yazacağım 2. 8 çıxaq 2, üstə gələk 3. 6 üstünə 3 gələndə 9. 8-ci çalışmanı da yazdıq. İndi isə uşaqlar keçək 9-cu çalışmanın izahına. Əlverişli üsulla hesablayın. A bəndində başlayaq hesablamağa. Öncə nə verilib bizə? Mənfi 1, çıxaq 2, çıxaq 3, çıxaq 4, çıxaq 5. Üstə gələk 4, üstə gələk 3, üstə gələk 2, üstə gələk 1. İndi uşaqlar, mənfi 1-in əksi müsbət 1-dir. Bunları bir qruplaşdırdım. Mötərizə yazmasaz da olar. Sonra mənfi 2 ilə müsbət 2-ni də bir qruplaşdırıram. Bunlar da əks ədədlərdir. Əks ədədlərin cəmi 0 olduğuna görə onları bir qruplaşdırıram. Sonra mənfi 4 ilə mənfi 3 ilə birinci 3 yazaq. Mənfi 3 ilə müsbət 3, mənfi 4 ilə də müsbət 4. Əks ədədlərin cəmi 0 eləyəcəyinə görə bunları bir qruplaşdırdım. Mənfi 1, 1, 2, 2, 3, 3, 4, 4. Bir dənə mənfi 5 qaldı uşaqlar. Üstə gələk mənfi 5. Bunu da bu şəkildə saxlayıram, çünki onun tayı yoxdur. Bərabərdir. Bu mötərizələrin içi 0 verir bizə. 1, 2, 3, 4 dənə 0 olacaq. Əks ədədlərin cəmi 0-dır. Üstə gələk mənfi 5. Bu sıfırların da heç bir mənası yoxdur. Cavab qalır mənfi 5. İndi B variantına baxaq. B variantında mənfi eləcə bir. Mən səhv yazdım. Bir dəqiqə. 1, çıxaq 2, üstə gələk 3, çıxaq 4, üstə gələk 5, çıxaq 6, üstə gələk 7, çıxaq 8, üstə gələk 9, çıxaq 10. Nə edə bilərik? Mənfi 1, mənfi 1, mənfi 1, mənfi 1, mənfi 1 eləyər. Nəysə qruplaşdıra bilərikmi? Xeyr, qruplaşdırmasaq daha yaxşıdır. Uşaqlar, bu hissələrin cavabı mənfi 1 eləyir. Diqqətlə baxın. 1-dən ikisini çıxanda cavab mənfi 1. 3-dən 4-ü çıxanda cavab mənfi 1. 5-dən 6-sını çıxanda cavab mənfi 1. Kiçikdən böyüyü çıxırsa cavab mənfi qalacaq. Mənfi 1. Bunun da cavabı yenə mənfi 1. Burada neçə dənə mənfi 1 var? 5 dənə. Mənfi 1, üstə gələk. Mənfi 1, üstə gələk. Mənfi 1. Cavab oldu mənfi 5. Hər biri mənfi olduğuna görə toplayıb qarşısına mənfi yazdım. C bəndində mənfi 1, çıxaq 2, çıxaq 3, çıxaq və s. və s. Uşaqlar, bu 3 dənə nöqtə davam eləyir deməkdir. Çıxaq 20, çıxaq 21, üstə gələk 20, üstə gələk, yəqin ki 19, 18 və s. azala-azala gəlir. 3, üstə gələk 2, üstə gələk 1. Bu nə deməkdir? Mənfi 1-dən mənfi 21-ə qədər davam edir. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4 və s. və s. Mənfi 20, mənfi 21. Hamısı var burada. Bir də 1-dən 20-yə qədər davam edir. Onların cəmi bizə nə verəcək uşaqlar? 0 verəcək. Mənfi 1, üstə gələk 1. Bu 0-dır. Üstə gələk. Mənfi 2, üstə gələk 2 bizə yenə 0 verir. Üstə gələk. Mənfi 3, üstə gələk 3 bizə yenə 0 verir. Üstə gələk. Və s. və s. Yəni davam edir. Mənfi 20 ilə mənfi müsbət 20-nin də cəmi 0 verəcək. Amma bir dənə tək qalan ədəd var, mənfi 21. Onun tayı müsbət yoxdur. Ona görə onu olduğu kimi saxlayıram. Müsbət 20 yoxdur. Bax, görürsünüz, ancaq 20-də dayanır. Bunların hamısı 0 verir. Əks ədədlərin cəmi 0-dır. Üstə gələk və s. və s.
0 üstəgələk mənfi 21. Cavab bizə nə verəcək? Elə mənfi 21 verəcək. Yəqin ki, bunu başa düşdünüz də, elə də çətin bir sual deyildi. Sadəcə əks ədədlərin cəmini 0 götürdük, ortada tək qalan mənfi 21 idi. Ona görə cavab da mənfi 21 verdi. D variantına baxırıq. Mənfi 1-dən mənfi 100-ə qədər verilib. Mənfi 1, daha doğrusu 1, eləcə 1. 1 çıxaq 2, üstəgələk 3 çıxaq 4, üstəgələk və s. və s. Üstəgələk 97 çıxaq 98, üstəgələk 99 çıxaq 100. İndi uşaqlar, bura diqqətlə baxın. 1-dən 100-ə qədər olan ədədlər var. Sadəcə biri mənfi, biri müsbət, biri mənfi, biri müsbət verilib. Bu da nə deməkdir? 1-dən 100-ə qədər 100-dən ədəd varsa, 50 dənəsi mənfidir, 50 dənəsi müsbətdir. 50 dənə qrup var burada deməkdir. Qruplaşdırsaq. Bu hissə mənfi 1 verir. Bu hissə yenə mənfi 1 verir. Bu hissə yenə mənfi 1 verir. Bu hissədə yenə mənfi 1 verir. Neçə dənə qrup var? 50 dənə qrup. Hardan bildim 50 dənə qrup olduğunu? 100 dənə ədədin yarısı mənfidir, yarısı müsbətdir. 1 müsbətdir, 2 mənfidir, 3 müsbətdir, 4 mənfidir. Bu formada davam edir. Yəni 50 dənə qrup alınır 2-2 qruplaşdırsaq. Onda cavabımız olacaq mənfi 1-dən 50 dənə. Mənfi 1, üstəgələk mənfi 1, üstəgələk mənfi 1 və s. və s. üstəgələk mənfi 1. Neçə dənədir bunlardan? 50 dənədir. 50 dənə 1-in cəmi neçə eləyər? 50. İşarəsi də nədir? Mənfi. 9-cu çalışmanı da izah etdik. İndi isə keçək 10-cu çalışmanın izahına. Şərtlərə uyğun 3 nümunə göstərin. Fərqi mənfi ədəd olan 2 müsbət tam ədəd A bəndinə baxaq. Bizə nə lazımdır? Fərqi mənfi olsun. 2 dənə müsbət ədəd götürürəm. 2 çıxaq 6. Bizə verəcək 2 üstəgələk mənfi 6. Cavab mənfi 4. Fərqi mənfidir. Özləri də 2 dənə müsbət ədəddir. Sonra 3 dənə nümunə göstərməliyik. Bəli. 5 çıxaq 7. Cavab bizə nə verəcək? Bunu bu formada da yaza bilərik uşaqlar. Mənfi 2. Azalan 5-dir, çıxılan 7-dir. Çıxılanın əksini azalanın üzərinə gəldik. Sonra olsun 1 çıxaq 3. 1 üstəgələk mənfi 3 yazacağım. Çıxılanın əksini azalana əlavə edirik. Cavab da mənfi 2. D bəndinə baxaq. Fərqi müsbət ədəd olan 2 mənfi tam ədəd. Fərqi müsbət olsun, özləri mənfi olsun. Mənfi 2, bir də mənfi 3 götürürəm. Bunların fərqini yazıram. Uşaqlar, 2 dənə mənfini görəndə neyinin? Müsbətə çevirin dedim bayaqlar. Niyə? Çünki bu mənfi 3-ün əksi deməkdir. Müsbət 3. Yəni mənfi 2 üstəgələk 3 şəklində yaza bilirik bunu. 3-dən də 2-sini çıxanda cavab 1 eləyir. Sonra mənfi 4, bir də mənfi 7 götürsəm və çıxsam, mənfi 7-nin əksi müsbət 7 eləyəcək. Yəni mənfi 4 üstəgələk 7. Çıxanda cavab 3. Sonra mənfi 5, mənfi 9 götürsəm və çıxsam, mənfi 9-un əksi müsbət 9. Yəni mənfi 5 üstəgələk 9. 2 dənə mənfini görən kimi müsbətə çevirin. Cavab verəcək 9-dan 5-in çıxsaq 4. 3 dənə də nümunə buna göstərdik. C bəndinə baxaq. Fərqi mənfi ədəd olan 2 mənfi tam ədəd. Mənfi 5, mənfi 2 götürürəm və bunların fərqini yazıram. 2 dənə mənfini görən kimi müsbətə çeviririk. Bax, bu hissə mənfi 2-nin əksi müsbət 2 eləyəcək. Mənfi 5 üstəgələ 2. Hansı böyükdür modulca? Mənfi 5. 5-dən 2-sini çıxsam 3 eləyir. Modulca böyük olan ədədin işarəsini yazırıq.
Sonra -4 çıxaq -1. Bizə nə verəcək? -4 üstəgələk 1. Cavab yenə -3. 4-dən birini çıxsa. Olsun -8 çıxaq -2. Bu da bizə verir -8 üstəgələk 2 -6. Böyükdən kiçiyə çıxırsınız. Qarşısına böyük ədədin işarəsini yazırsınız və burada işarəni öncə nəzərə almayın, sonradan nəzərə alarsınız. Fərqi müsbət ədəd olan iki müxtəlif işarəli ədəd. Cavab müsbət olsun, amma öncə götürdüyümüz ədədlərin işarəsi fərqli olsun. Tutaq ki, götürürəm 5, bir də -3. Fərqi. -3-ün əksi bizə müsbət 3 verəcək. 5 üstəgələ 3 cavab verdi 8. Sonra 4 çıxaq -2. -2-nin əksi bizə müsbət 2 verir. Cavab verəcək 6. Bir dənəsində yazıram 7 çıxaq -3. -3-ün əksi müsbət 3-dür. 7 üstəgələk 3 bizə verir 10. Gördüyünüz kimi ikisini eyni işarəli götürdük. Cavabları A bəndində və D, daha doğrusu A bəndində 2 dənə müsbət ədədi, B bəndində 2 dənə mənfi, C bəndində 2 dənə mənfi və D variantında biri mənfi, biri müsbət olan halları araşdırıb hər birinə aid 3 dənə nümunə göstərdik. İndi isə keçirəm 11-ci çalışmanın izahına. 11-ci çalışmada verilən ədədlərə alqoritmi tətbiq etməklə çıxışda hansı ədədlər alınar? X-in yerinə öncə 1 qoyuruq. X-in yerinə 1 qoysaq, 1 3-dən kiçikdir. Bəli, kiçikdir. 1 kiçikdir 3, bəli. O zaman 10 çıxaq 1-i hesablayaq və son nəticəni yazaq. Yaxşı, X bərabərdir 1-i tətbiq edirəm uşaqlar. Yaxşı, belə yazaq. X kiçik bərabərdir 3. 1 kiçik bərabərdir 3. Deməli, bəli butonuna baxırıq. Bəli butonunda nəyi hesablamalıyıq? 10 çıxaq modulda -x-i. Yerinə yazıram. 10 çıxaq modulda -1. -1-in modulu bizə müsbət 1 verəcək. Ondan da 1-ni çıxanda 9 qalır. X-in bir qiymətini hesabladıq. İndi -4 qiymətini hesablayırıq. X bərabərdir -4 olsa. -4 3-dən kiçikdirmi uşaqlar? Bəli. Bu da bəli butonudur. Çünki -4 də 3-dən kiçikdir. Onda hansı ifadəni hesablamalıyıq? Yenə bəlinin altındakı. 10 çıxaq modulda -x. -x uşaqlar. -4-ün əksi deməkdir. Bizə müsbət 4 verəcək. Yəni bu modulda -x-in yerinə müsbət 4 yazıram. Cavab 6 alındı. İndi yerdə qalan ədədləri hesablamaq üçün lütfən təmizləyib davam edək. Yəqin ki, bura qədər olanı başa düşdünüz. 2 qiyməti hesabladım. Digər qiymətlərə baxırıq. X-in 1, -4-ünü hesabladıq, 6-ya baxaq. X bərabərdir 6-dır. İndi uşaqlar, 6 3-dən kiçikdirmi? Xeyr, xeyr butonuna baxacaq. X üstəgələk -3 hesablayırıq. Yəni 6 üstəgələk -3 cavab bizə verəcək müsbət 3. 6-dan 3-ün çıxdı 3. Sonra 3-ə baxaq. Görək 3 hansını ödəyir. 3 qiyməti 3 3-dən kiçikdirmi? Xeyr, kiçik deyil, bərabərdir. Bərabərdirsə, bəli cavabını ödəyir bu. Yəni ən azından bir dənə şərt ödənirsə, bəliyə baxmalıyıq. X bərabərdir 3. Onda 10 çıxaq modulda -x-i hesablayırıq. 10 çıxaq modulda -3. -3-dən müsbət 3 çıxır. Bizə verdi 7. Sonra 3-ü baxdıq, 0-ı hesablayaq. Uşaqlar, 0 3-dən kiçikdir. Bəli butonuna baxırıq yenə. X bərabərdir 0.
10 çıxaq modulda mənfi x. 10 çıxaq modulda 0. Buradan da elə 10 cavabı alındı. 0 da yazdıq. İndi 5-ə baxırıq. Bura 5 yazsaq x-in yerinə. 5 3-dən kiçikdirmi? Xeyr, kiçik deyil uşaqlar, böyükdür. Onda xeyr butonuna baxırıq. X bərabərdir 5. X üstəgələk mənfi 3-ü hesablamalıyıq. 5 üstəgələk mənfi 3. 5-dən 3-ünü çıxsaq cavab bizə verir 2. A bəndində olan bu yazdıqlarımızın hər biri A bəndi idi. A bəndində x-in 1, mənfi 4, 6, 3, 0, 5 qiymətlərini yerinə yazaraq algoritmin son nəticəsini hesabladıq. İndi isə uşaqlar keçək B variantını hesablayaq. Yenə lövhəni təmizləyirəm. Artıq başa düşdünüz bu hissəni. Baxırıq B bəndinə. B bəndində Y-in cavablarını burada yerinə qoyub yazırıq. Birinci 5-ə baxaq. 5 mənfi 5 ilə 4-ün arasında yerləşər sizcə? Xeyr. 4-dən böyükdür axı, yerləşə bilməz. Deməli, xeyr butonunu hesablayırıq. Y bərabərdir 5 olanda düsturumuz olacaq mənfi Y çıxaq 6. Mənfi 5 çıxaq 6. Bunu da yaza bilərik. Mənfi 5 üstə gələk mənfi 6 şəklində. Hər ikisi mənfidir. Toplayıb qabağa mənfi yazdıq. Lap gözəl. İndi Y-in yerinə uşaqlar bir dəfə də mənfi 6 qoyaq. Mənfi 6 mənfi 5 ilə 4 arasında yerləşmir. Mənfi 5-dən kiçikdir. Yenə xeyri hesablayırıq. Y bərabərdir mənfi 6. Mənfi Y çıxaq 6-nı hesablasaq, mənfi 6 çıxaq 6. İndi bu mənfi 6, yəni mənfi 6-nın əksi deməkdir. Müsbət 6 götürürük. Çıxaq 6 0 verir bizə. Y-in 3 qiymətinə baxaq. İndi bu hissəyə 3 qoyuruq. Uşaqlar 3 mənfi 5 ilə 4-ün arasındadırmı? Bəli. Deməli, bəli butonundakı düsturu hesablamalıyıq. Mənfi 4 çıxaq 3. Mənfi 4 çıxaq 3 bizə verəcək mənfi 4 üstəgələk mənfi 3. Bu şəkildə yaza bilərik. Cavab da verir mənfi 7. 3-ə hesabladıq. İndi mənfi 1-ə baxaq. Görək bu aralıqda yerləşir, yoxsa yerləşmir? Mənfi 1. Mənfi 1, mənfi 5 ilə mənfi 4-ün arasında yerləşir. Bəli. Deməli, bəli olan hissədəki düsturla hesablayırıq. Mənfi 4 çıxaq modulda Y. Mənfi 4 çıxaq modulda mənfi 1. Müsbət 1 verir. Ədədlərdən hər ikisi mənfidir. Bu şəkildə yaza bilərik. Əksindən ifadə edə bilərik. Cavab da bizə verəcək mənfi 5. İndi uşaqlar, mənfi 23 və mənfi 12 qaldı. Yenə lövhəni təmizləyib davam edək, onları yazaq. Yəqin ki, artıq bu hissələri başa düşdünüz. Elə də çətin deyil. Sadəcə hər bir qiymət bəliyə yoxsa xeyrə uyğundur. Ona baxırıq, müəyyənləşdirib hesablayırıq. Y-in yerinə mənfi 23 qoysam, uşaqlar, mənfi 23 bu aralıqda yerləşmir. Mənfi 5-dən kiçikdir. Yəni, xeyr hissəsindən hesablamalıyıq. Mənfi 23. Mənfi Y çıxaq 6 ilə. Yazıram mənfi 23. Y-in yerinə mənfi 23 yazdım. Çıxaq 6. Mənfi 23-ün əksi deməkdir bu bizə. Müsbət 23 verir. Mənfi 6-da plus mənfi 6 şəklində yazıram. 23-dən 6-sını çıxanda cavab qalacaq 17. İndi sonuncu qiymətə baxaq. Mənfi 12-yə. Mənfi 12 yenə də uşaqlar o aralıqda yerləşmir. Çünki mənfi 5-dən kiçikdir. Yəni onu da xeyirlə hesablayırıq. Mənfi Y çıxaq 6 ilə. Mənfi 12 çıxaq 6. Mənfi 12-nin əksi müsbət 12 eləyir. Bunu da üstə gələk mənfi 6 şəklində yaza bilərik. 12-dən 6-sını çıxanda cavab qalacaq 6. Maraqlı bir çalışma idi. Biraz da informatikadakı algoritmlərlə əlaqəsi var idi və 11-ci çalışmanı da izah edib yekunlaşdırdıq. Keçək 12-ci çalışmanın izahına.
12-ci çalışmamda birinci Roma imperatoru Oktavian Avqust eramızdan əvvəl 63-cü ildə anadan olmuşdur. Eramızdan əvvəl 63-cü ildə anadan olmuşdur və bizim eranın 14-cü ilində vəfat etmişdir. O neçə yaşında vəfat etmişdir? Gəlin baxaq uşaqlar. İndi bizim eradan əvvəlki illəri mənfi ilə, bizim eradakı illər isə müsbətlə işarə edirik. Bizim eranın 14-cü ilində vəfat edib. Təxminən burada 14. Eradan əvvəl 63-cü ildə də anadan olub. Bura 63-dür, burada 63-dür. Mənfi 63. Biz ədəd oxunda mənfi 63 ilə 17 arasındakı məsafəni tapmalıyıq. Arasında məsafə. Məsafəni tapanda nə edirdik? Sağdakı ədəddən soldakı ədədi çıxırdıq. 14 çıxaq mənfi 63. Bu iki dənə mənfini yan-yana görürsünüzsə, bu mənfi 63-ün əksi deməkdir. Götürürük müsbət 63. Yəni müsbətə çevrilir. Toplayanda da 77 alınır. Deməli, Oktavian Avqust 77 yaşında vəfat etmiş olur. 12-ci çalışmanı da yazdıq. İndi isə uşaqlar keçək 13-cü çalışmanın izahına. 13-cü çalışmaya baxsaq, termometrdə Bakı və Balakəndə qış günlərinin birində günorta havanın temperaturu göstərilmişdi. Eyni vaxtda temperatur Şamaxıda Balakəndən 2 dərəcə yuxarı, Qubada isə 3 dərəcə aşağı olub. İndi gəlin uşaqlar, gördüklərimizi yazaq. Bakıda temperatur nə qədərdir? Görürük ki, 2 dərəcə Selsidir. Sonra Balakəni görürük. Öncə bildiklərimizi yazaq. Eləcə Balakən yazsaq da olar. Balakəndə mənfi 5 dərəcə Selsidir. Sonra Şamaxını tapırıq. Şamaxıda, bax bu cümləyə diqqət edirik. Şamaxıda Balakəndən 2 dərəcə yuxarı, Qubadan isə 3 dərəcə aşağı oldu. Deməli, Şamaxını tapmaq üçün Balakəndən 2 dərəcə yuxarı deyir. Balakəndəki temperaturun üzərinə 2 gəlirik. Bizə verir mənfi 3 dərəcə Selsi. Şamaxıdakı temperatur Qubadakından 3 dərəcə aşağıdır. Qubanı tapmaq üçün Şamaxıdakı temperaturdan çıxmalıyıq mənfi 3'ü. Yəni 3 dərəcə aşağıdırsa, tapaq görək nə olacaq bu. Mənfi 3 üstəgələk 3. 0 dərəcə Selsidə Şamaxıda, daha doğrusu Qubadadır temperatur. Hətta uşaqlar bunu bu formada yazmayaq. Tənlik kimi yazaq daha yaxşı olar. Çünki Qubanı bilmirik. Qubada temperatur nədir bilmirik, x-dir. 3 dərəcə aşağı düşəndə Qubadan isə 3 dərəcə aşağıdır. Yəni Qubadakı temperaturdan 3 dərəcə çıxanda Şamaxıdakı temperatur alınır, mənfi 3. X-i tapanda azalan çıxılan fərqdir. Fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Cavab bizə verəcək 3, 0. Bax, belə tapsaq daha aydın görsənər məncə. 0 dərəcə Selsi. Qubada oldu 0 dərəcə Selsi. Bu Qubanı tapmaq üsuluydu. Buradan qeyd etdim ayrıca. İndi gəlin suallara cavab verək. Birinci. Bu yerlərdən hansında temperatur ən aşağı olmuşdu? Hazırda 2 dərəcə, 0 dərəcə, mənfi 5, mənfi 3'dür. Hansında ən soyuqdur? Balakəndə. Temperatur ən aşağı olub Balakəndə. İkinciyə baxaq. İkincisində soyuqdan istiyə doğru düzlükdə Şamaxı hansı yerlər arasında yerləşir? Soyuqdan istiyə doğru artan sırada düzək. Ən soyuğu Balakəndir. Balakən. Çünki mənfi 5'dir. Hətta birinci mənfi 5'lərindən yazaq. Sonra adlarından altından qeyd edərik uşaqlar. Ən kiçiyi mənfi 5'dir. Sonra kiçikdir mənfi 3. Sonra kiçikdir 0. Kiçikdir 2. Mənfi 5 Balakən idi. Mənfi 3 Şamaxı.
0 Quba, 2 dərəcə də Bakı. İndi Şamaxı hansı yerlər arasında qaldı? Balakənlə Quba arasında yerdə qaldı, ikinci yerdə. Şamaxı oldu ikinci yerdə. Üçüncüyə baxaq. Ən isti və ən soyuq olan yerlərdə temperatur fərqi nə qədərdir? Ən isti. Burada verilənlərə görə ən isti olan yer Bakıdır. 2 dərəcə Selsi. Ən soyuq Balakən -5 idi deyəsən, hə. İndi bunlar arasında temperatur fərqini tapmaq üçün 2-dən -5-ni çıxıram. Bu -5-in fərqidir, -5-in əksi deməkdir. Yəni müsbətə çevrilir. Müsbət 5 olur. 7 dərəcə fərq var. Ən isti və ən soyuq bölgə arasındakı istilik fərqi, temperatur fərqi oldu 7 dərəcə Selsi. Bu da 13-cü çalışmamızın izahı idi. İndi isə uşaqlar keçək 14-cü çalışmanın izahına. On dördüncü çalışma yenidən Marian çökəkliyi ilə bağlıdır. Buna aid deyəsən səhv eləmirəmsə hardasa yenə çalışma işləmişdik. Marian çökəkliyinin dərinliyi dəniz səviyyəsindən 11.034 metr, Qara dənizin dərinliyi isə dəniz səviyyəsindən 2210 metrdir. Everest zirvəsi dəniz səviyyəsindən 8848 metr, Elbrus dağının zirvəsi isə 5642 metr yüksəklikdə yerləşir. Bu obyektlərin dənizdən olan səviyyələrini mənfi və ya müsbət ədədlərlə ifadə edin. Birincisi, ən aşağıda, ən dərində yerləşir Marian çökəkliyi uşaqlar. Bu qeyd edək birinci. Onu mənfi ilə qeyd eləyəcək. Çökəkliyi, dərinliyi mənfi ilə qeyd edirik. Nə qədərdir? 11034. Yazırıq mənfi 11034. Sonra Qara dəniz yazaq. Qara dəniz burada verilmişdi. Qara dənizin dərinliyi isə 2210-dur. Bunu da mənfi ilə yazırıq. Qara dənizdən sonra Elbrus dağını yazaq. Elbrus dağının zirvəsi 5642. Bu müsbətdir. Sonra Everest zirvəsi gəlir. Gəldik Everest zirvəsinə uşaqlar. Everest zirvəsinin dəniz səviyyəsindən hündürlüyü, yüksəkliyi 8848-dir. Bu da müsbətdir. Ümumiyyətlə dərinliyi, aşağı hissələri biz mənfi ilə, yuxarı hissələri, zirvələri, yüksəklikləri isə müsbətlə göstəririk. İkincisinə baxaq. Elbrus dağının zirvəsi ilə Qara dənizin dərinliyi arasındakı məsafə fərqi nə qədərdir? Qara dənizin dərinliyi budur, Everest də budur. Bu arasındakı məsafəni tapmaq üçün yuxarıdakından aşağıdakını çıxmalıyam. Elbrus dağının zirvəsi nə qədər idi uşaqlar? 8848 idi. Çıxıram. Qara dənizin dərinliyi nə qədər idi? 2210. Bu da mənfi müsbətə çevriləcək. Çünki mənfi 2210-un əksi müsbət olacaq. 8848 üstə gələ 2210 toplayanda da 8, 1 ilə 4, 5,
2 ilə 8, 10, 0, 1 yadda, 10, bir də yadda 11. 11.058 metr oldu onlar arasındakı məsafə. Qara dənizin dərinliyi arasındakı səviyyə fərqini tapdıq. Üçüncüsünə baxaq uşaqlar. Ən dərin çökəklik və ən yüksək zirvə arasındakı məsafə nə qədərdir? Ən dərin Mariana çökəkliyidir. Ən yüksək zirvə isə Everest. İndi onların fərqini tapaq. Everest 8848, çıxaq Marian mənfi 11034. 8848 üstə gələ 2 dənə mənfi müsbətə çevrilir demişik artıq. 11034 bərabərdir. Toplasaq deməli 8, 4, 12 bir yadda, 4, 3, 7 bir də yadda 8, sonra 8 ilə 0 yenə də 8, 11 ilə 8, 19. Məsafə fərqini tapdıq və beləliklə 14-cü çalışmanı da yekunlaşdırdıq. Həmçinin bu dərsimizi də yekunlaşdırmış olduq. Sonda izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bundan sonra da bu cür video dərslərin davamının gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Gəlin dərslərdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar arzu edirəm.